İnsanlar üçün çox vacib olan hallardan birisi də hamiləlikdir. Hamiləlik vaxtı nədənsə hər kəs bundan qorxur. Bəzən həqiqətən qorxacaq səbəblər olur. Çünki müəyyən problemlər olur, suallar doğulur. Bilirsən ki, biri deyir ki, sənin uşağında filan xəstəlik var. Ailələr həmin saat əl-ayağa düşürlər və o xəstəlik həqiqətən varmı, yoxmu sualı bir çox insanların beynini məşğul edir. Bəzən həqiqətən bəzi problemlər tapırlar və onları bilə-bilə ana qarnında doğuşu gözləmə məcburiyyətindədirlər. Amma nə yaxşı ki, tibbdə müəyyən dəyişikliklərlə artıq sualları daha dəqiq cavab vermək mümkündür. Hətta bəzi problemləri elə ana qarnındaca həll etmək də mümkündür. Bu problemlər haqqında, ümumiyyətlə bu həlli yolu haqqında biz istədik ki, qonağımızla bərabər danışaq. Mən icazənizlə Mərkəzi Klinik Xəstəxananın mütəxəssisini, həkim-ginekoloqu Ramin Salahovun bura dəvət etmək istəyirəm. Xoş gəlmişsiniz. Hoş gördük. Xoş gəldiniz. Tamaşaçılarınızı salamlayıram. Ramin Salahov, ginekoloq. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini bitirib. 2000-ci ildə bir saylı klinik xəstəxanada internatura keçib və terapevt fəaliyyəti göstərib. 2000-ci, 2002-ci illərdə N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi, 2004-cü, 2009-cu illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi qadın xəstəlikləri və doğum bölümündə ixtisas artırıb və həkim assistent çalışıb. Hazırda Mərkəzi Klinika Xəstəxanasının qadın mərkəzində fəaliyyət göstərir. Bugünkü mövzumuz amniyosentez nədir? Ümumiyyətlə, dölü necə izləmək lazımdır? Hər bir xəstə bizə müraciət elədiyi zaman, hamiləlik zamanı birinci sualı bu olur. Uşaq sağlamdırmı, xəstədirmi? Uşaq sağlamdırmı, xəstədirmi sualını həqiqətən cavablamaq bəzən bizə də çətin olur. Amma bu çox önəmli bir sualdır və onu da cavablamaq bizim çox ciddi məsuliyyət daşımağa məcbur edir. Hər bir xəstə müraciət etdiyi zaman hər hansı birinci nədən başlayır? Ultrasəs müayinəsi edirik, qan analizi götürürük. Ultrasəs müayinəsində birinci trimestrdə, 12-ci həftədə hardasa 70-80%, ikinci trimestrdə 20-24-cü həftələrdə 85-90% ultrasəs müayinəsi ilə biz bilirik, bu döldə problem varmı, yoxmu? Ölkəmizdə ən böyük problemlərdən biri nədir? Ultrasəs müayinəsi edən hər hansı bir həkim xəstə müraciət etdiyi zaman, bəli, bu döldə bu problem var. Bu uşaq sonlandırılmalıdır, bu uşaq alınmalıdır. Bu səhv fikirdir. Bəzən bir mənalı fikir ortaya qoya bilmirlər. Yəni sözü deyirlər, amma biraz da geri çəkirlər. Amma yəni bu sözü demək asandır. Amma bunun altında məsuliyyəti daşımaq çox ciddi məsələdir. Çünki bu bir çox dölü həyata döndürmək olar, qaytarmaq olar və eyni zamanda bir çox dölü də genetik araşdırma ilə sağlamdırmı, xəstədirmi diaqnozunu qoymaq olar. Məsələn, müxtəlif qüsurlar bizə müraciət edə bilər. Uşağın beyində lateral ventrikulda genişləmə var. Ölçüsü 10 mm-dir. 10-12 mm arasında orta dərəcəli genişləmə və 20 mm üstünə daha ciddi dərəcəli genişləmə olaraq dəyərləndirilir. Bu hansı müddətdə artıq bəlli olur? Yəni belə bir diaqnoza qoymaq mümkün olur? Daha çox ikinci trimestrdə, bəzən birinci trimestrdə də görür. Yəni 12-ci həftədən sonra biz bu taramaların hamısını aparırıq və aparılmalıdır professional həkim tərəfindən. Əgər bir genişləmə varsa, bəli, bu uşağın beynində kista var, gedin alın deyirlər. Bu doğru deyil. Halbuki məsələn 10-12 mm olduğu hallarda bu uşaqların hardasa 15-20%-ində problemlərin çıxma ehtimalı var. Çoxu zaman bunlar normal təkrar doğur. Məsələn 10-12 mm. Amma 20 mm üstündə olduğunda hidrosefaliyaya gətirib çıxardır. Bəs ümumiyyətlə ən çox görülən problemlər nələrdir? Bax, belə hamiləlik vaxtı. Müxtəlif xəstəliklər var. Ən çox görülən problemlər təbii ki, infeksiyalar ola bilir, xromosom qüsurları ola bilir. Amma bugünkü mövzuda mən daha çox bu xromosom qüsurları, anadan gəlmə qüsurları, bunlara yanaşmalar, nə etməlidir həkim, onlara çalışacağım, tamaşaçılarımıza bildirim. Cavablandıraq, bəli. Xəstə gəldiyi zaman, hər hansı bir problem gördüyü zaman və yaxud da daha əvvəl həmin hamilədə genetik xəstə uşaq doğubsa, mütləq o uşağın genetik araşdırılması edilməlidir. Müxtəlif üsullar var ki, bu genetik araşdırmaları etmək mümkündür. Erkən həftələrdə, 12-ci həftələrdə Horian Willis sampling dediyimiz Horian toxumadan parça almaq bu üsulu bilərik və yaxud da daha Horian toxuma deyəndə, yəni plasenta toxuması. Plasenta toxuması, bəli. Ananı uşağa bağlayan toxuma var, plasenta toxuması. Bu əslində fetus qaynaqlı toxumadır, ana qaynaqlı toxuma deyil. Oradan alına bilir toxuma, araşdırıla bilir və yaxud... Buna gedirlərmi ümumiyyətlə insanlar? Çünki hamiləlik özü artıq müəyyən risklər var deyirsiniz. Ciddi şəkildə insanlarımız da məlumatı artır, internetin vasitəsilə də, həm də belə proqramların çox göstərilməsi, tamaşaçıların maarifləndirilməsinin xeyri var. Təbii ki, müraciət eləyirlər. Sözümə davamını gətirmək istəyirəm. 15-19-cu həftələrdə amniosentezi eləmək mümkündür. Amniosentez vasitəsilə nəinki genetik analiz eləyə bilərik, amniosentez vasitəsilə ki, xüsusi iynələr istifadə olunur, 20-22 qağcılıq, onu mən tamaşaçılara göstərmək istəyirəm. Belə xüsusi iynələr, buna spinal
needle inlər də deyilir. 20-22 qarşıda bundan istifadə edirik. Bunu yəni hamilələrimiz qorxmasın. Bu ağrısızdır. Çox ciddi bir ağrı səbəb ola bilmir. Burada da ultrases müayinəsində bizdə göstərilir. Göstərmək istəyirəm. Bəli, qarın divarından bu göründüyü döldür, daxil edilir və amnios mayesindən ən böyük cibdən götürülür. Təbii ki, bu sahədə professional bir həkim tərəfindən edilsə, xəstələr üçün daha yaxşıdır. Çünki, məsələn, bəzi klinikalarda bu gətirib düşükləri də səbəb ola bilir. Çox şükür, 4 il yaxın biz klinikamızda edirik, elə bir şey başımıza gəlmədi. Amma yəni, literaturlarda göstərir ki, ola bilər. Yəni, bizim də başımıza gələ bilər. Sadəcə, professional tərəfindən edilməsində fayda var. Amma bu tək mayeəni çəkməklə bizə nə verir? Bunu çox ciddi genetik analiz edə bilərik. İkinci məsələn, daha çox bizə suallar gəlir. İnfeksiyalarda nə edilməlidir? Məsələn, sitomegalovirus infeksiyası olduğu zaman bizdə tərəfdarı deyiləm, dəfələrcə proqramlarda demişəm, ozon terapiya, plazma bunlar bunun müalicəsi deyil. Avropada, Amerikada belə bir şey yoxdur. Edilmir. Yəni mədəni dünyada əslində belə şey yoxdur. Bizdə hələ də davam edilir. Bunu dəfələrcə demişəm, hala təəssüf ki, davam edilir. Necə bilər? Sitomegalovirus məsələn infeksiyasının xəstələnmə ehtimalı varsa, qadın xəstədirsə, onun uşağa keçmə ehtimalı 10%-dir. 90% transplasentar keçməz. Keçərsə uşağa, sadəcə uşağın xəstələnmə ehtimalı 9%. Yəni, bir sitomegalovirus immunoglobulin MC pozitivdirsə və yaxud AVT testi azdırsa, çünki AVT test edilməlidir daha sonra, o zaman bu xəstə uşağın olma ehtimalı 1%-in altındadır. Hətta bildiyim qədərilə dünyanın 1-2 ölkəsi xaric, digər ölkələrdə sitomegalovirus üçün rutin yoxlama yoxdur. Bəli, torç infeksiyaları son vaxtlar bir çox ölkələrdə edilməməkdir, tamamilə haqlısınız. Təbii ki, əgər hamiləlik dövründə qızdırmalı xəstəlik keçirməyibsə, səpkilər olmayıbsa, limfadenopatiya olmayıbsa, bir çox əlamətlər yoxdursa edilməsinə gərək yox. Və sözümün sonunda olaraq sitomegalovirus necə eləyir? Yenə amniosentez edib o mayedə PCR-la sitomegalovirusun RNA-sını tapmaqla, yəni PCR vasitəsilə onun genomunu müəyyən eləməklə bu uşaqda virusa tutulub ya yox, onu müəyyən eləyə bilərik. Və ondan sonra da ultrases müayinəsi ilə sitomegalovirusun bir çox əlamətlər var. Onunla deyə bilərik, bu uşaq yoluxub, xəstədir, xəstə deyil və ondan sonra hansı addım atmaq lazımdır. Yəni, əslində, belə başa düşdüyüm qədərilə anada müəyyən problemlərin olması uşağın 100% xəstə olduğunu demək deyil. Bütün xəstələnmiş və ya xəstəlik keçirmiş qadınları müalicə eləməkdənsə, uşağı yoxlayıb, əgər uşaqda bir şey varsa, uşağı yoxlayıb, ona görə müdaxilə eləmək lazımdır. Amniosentezlə məsələn, 700-də bir Down sendromu görürük, 5000-də bir Edwards, Patau sendromları, 13-cü xromosom, 18-ci xromosom trisamiyalar, ən çox 21-ci xromosom trisamiyası dediyimiz Down sendromunun taraması edilir. Bununla, məsələn, daha əvvəl Downlu bir xəstə doğubsa və yaxud da ultrases müayinəsində şübhəlidirsə, şübhəli necə bilərik? Məsələn, uşağın ensə qalınlığı ola bilər, nazal burun sümüyünün olmaması, bağırsaqların hiperekogen olması, hidronefroz, böyrəklərin genişləməsi, qısa femur. Bu əlamətlər soft markerlər sayılır Down sendromunda. Bunun əsasən biz bəlli bir riski artırmış olur həmin döldə və amniosentezlə onu müəyyən eləyə bilirik. Down sendromu varmı, yoxmu və yaxud digər qüsurlar varmı, yoxmu onu müəyyən eləyə bilir. Onun xaricində bu iynə ilə, məsələn, polidamniyo suyu çox olan hamilələr olur. Bununla həmin suyu bir miqdar boşaltmaq mümkündür. 6 ay əvvəl mənə bir xəstə müraciət elədi. Yenə 23-24 həftəlik bir hamiləlik var. Dölün suyu yox idi, ümumiyyətlə. Dölün suyu olmadığı üçün... Nə ilə əlaqədardır bu? Bir su gələ bilər. İkinci böyrək sidik yollarında qüsurlar ola bilər. Uşağın. Bəli, 4% hallarda isə idiopatik, səbəbi bilinmədən. Baxırıq, genetik sağlam uşaqdır, böyrəkləri normaldır ultrasesdə, sidik kisəsi normaldır, amma su yoxdur. 4% hallarda idiopatik hal olur, səbəbi bilinmir. Və bu hallarda suyun olmaması, məsələn, uşağın acilən inkişafını, hipoplaziyasını gətirib çıxarda bilər. Uşağın əl ayaqlarını gətirib çıxarda bilər, qüsurlar səbəb ola bilər. Belə olduğu zaman da, yəni ilk dəfə yenə bizim klinikamızda tərəfimizdən amnioinfüzion həyata keçirtdik. 7-10 gündə bir. Bəli, təbii ki, həftəsinə bağlı olaraq həmin xəstəyə hər prosedurda 400-500 millilitrlik məhlul daxillədik, uşaqlıq daxilinə və 23-cü həftədəki bir çox klinikalarda bu hamiləlik sonlansın deyilmişdi. Həmin xəstə 33-cü həftəyə qədər gətirdik, keysəri ilə azad olundu, hal-hazırda uşaq sağlamdır və belə bir şey deyim, yəni bu uşaq başqa bir klinikada itiriləcəkdir, mən açıq deyim, amma tərəfimizdən həmin 4 həyata qaytarıldı. Bunun xaricində, məsələn, son vaxtlar biz nə elədik? Başqa bir döş qəfəsinə maye toplanan bir dölün tək tərəfli torasentez dediyimiz ana bətnində uşağın döş qəfəsindən mayenin boşaldılması işləmi tərəfimizdən edildi. Və bu müdaxilələrin edilməklə, bunların hamısı da ultrasesin altında eləyirik biz. Edilməklə, yəni dölün
bəlli bir, təbii ki, bütün döllərdə bir çoxunun geri qaytarılmasının və hamiləliyin davam edilməsinin, bu da eyni zamanda ananın da və ailənin də mənəvi məncə ayaqda qalmasına kömək eləyir. Əvvəllər deyirdilər ki, ana qarnında uşaq belə müqəddəsdir, belə çox yumşaqdır, çox belə kövrəkdir, ona dəymək olmaz, onu narahat eləmək olmaz. Bax, ona dəymək, onu narahat eləmək, onun suyunu almaq nə qazandırır insanlara? Yəni, biz bundan nə qazanırıq? Yəni, insanlar nə qazanır bundan? Hamilə daha əvvəl xəstə uşaq doğub. Ultrasəs müayinəsində baxırıq, hər hansı bir o soft markerlərdən və yaxud da şübhəli bir şeyi görürük. 15-ci həftədə, məsələn. Biz su almaqla onun genetik araşdırma eləyək. Məsələn, Edwards sindromu olsa ki, doğum sonrası, doğumdan ilk 2 ay ərzində bu dölü itirilir. Və həmin dölü biz araşdırmadığımız zaman, su götürmədiyimiz zaman bu dölü həmin xanım, biri var 5-ci ay olmadan 16-17-ci həftədə döl azad edilsin və 6 ay, 1 il keçdikdən sonra yenidən hamilə qalma şansı olur. Və yaxud da həmin insan xəbəri olmur, 9-cu aya qədər gətirir dölü, doğurduqdan sonra bir il yarım, 2 ildə onun ürək qüsurundan ki, bu döl ölümə məhkumdur və həmin ailənin həyatı puç olur. O 3 il, 4 il müddətində Allah heç kimə göstərməsin. Mən çünki gördüm, mənim xəstəm olmadı, amma başqa bir insanda gördüm. Həyatı puç olur. 3 il başqa uşağa belə düşünə bilmirlər. Bütün həm maddi, həm mənəvi, bütün güclərini onda sərf edirlər. Və bu elmdir, verilib, məncə bunu istifadə eləmək lazım. Siz amniosintezlə başladınız. Mənə maraqlıdır. Buna əks göstəriş varmı? Təbii ki, amniosintezdə əks göstəriş var. Məsələn, əgər həmin xanımda qan laxtalama faktorları varsa, bətin daxili ciddi bir infeksiya varsa, məsələn, su gəlib daha əvvəl, bətin daxili ciddi infeksiyalar varsa, o zaman əks göstəriş var. Zaten deyəsən, bunlar özləri də dölün yaşaması ilə paralel getmir deyəsən. Yəni, ciddi infeksiya varsa artıq dölün yaşama imkanı varmı? Dölün yaşama imkanı ciddi infeksiya. Bəzi infeksiyalarda xeyr, təbii ki, yoxdur. İnfeksiyalarda yoxdur. Xüsusən xariyoamnenit varsa, dölün qişaları, o dediyim plasental iltihabı varsa, dölün həyatla bağlaşması mümkün deyil. İnsanlar necə bu məsələyə müraciət edirlərmi? Yəni, sizə illa bax, bunu eləyək, artıq məlumatlanmış şəkildə gəlib çıxırlarmı? Təbii ki. Və bir çox, açıq deyim, yəni bizimlə belə deyim, bu sahədə məlumat olan bir çox həkimlərimiz var. Məsələn, onların daha çox yönləndirməsi ilə gəlir bizə. Ki, bəli, bu belə bir şey var, buyurun, etmək mümkündür və yaxud da dölü qurtarmaq mümkündür və yaxud da dölün genetik araşdırılması edilməsi vacibdir. Ümumiyyətlə, bax, siz amniosintezdə nələr görürsünüz? Bax, indi artıq nələr eləmək lazımdır? Həm Azərbaycan üçün, həm də ümumiyyətlə bütün dünyada bax, bu texnikanın inkişafı üçün. Hansı əksik nöqtələrimiz qalıb? Amniosintez, yəni işləmin özü çətin bir işləm deyil. Hardasa 20-nin üzərində eləyən bir insan tərəfindən edilməsi mümkündür, asan eləmək çətin. Təbii ki, orada ultrasəslə iynən idarə edilməsi biraz çətinlik törədir. Amma dünyada belə bir şey deyim, hal-hazırda təbii ki, amniosintez edilir, müxtəlif döl üzərində əməliyyatlar həyata keçirilir. Amma yeni məlumat olsun deyə deyirəm, məsələn, bu saat araşdırmalar nə edilir? Ana qanında fetusun qanının tapılıb, ana qanını müəyyən etməklə bir çox genləri araşdırmaq mümkün olur. Fetusu müəyyən etmək. Bəli, bu belə bir şey, çox ciddi araşdırmalar gedir bunun üzərində. Elə bir şey olsa, təbii ki, bu müdaxilələrin heç birinə ehtiyac qalmayacaq. Yəni, hər halda bütün... Bəli, anadan qan alınacaq və anadan qan alınacaq, dölün genetik araşdırılması ediləcək. Sağlamdırmı, sağlam deyilmi? Fantastika kimi gəlir, amma... Yox, bəli, bu üzrə işlər gedir, gələcəkdə olacaq bu işlər. Hərdən düşünəndə ki, 60-cı illərdə internet bir fantastika olub. İndi internet hər yerdə var. Yəqin ki, buna da insanın inanmağı gəlir. Bəzən biz, məsələn, görürük ki, uşaqlarda, məsələn, böyrəklərdə hidronefroz olur. Biraz mənim özümə, öz ixtisasıma yaxın olduğunu soruşuram. Və mən eşidirəm ki, məsələn, ana qarnında uşağa, məsələn, nefrostoma qoyulur və ya müvəqqəti olaraq falanca yerlərinə kateter qoyulur. Bu kimi şeyləri icra eləmək mümkündür və ya olacaqmı? Bəli, mümkündür, edilir. Xüsusən İngiltərədə bu sahədə çox qabaqdadır, edirlər. Posterior uretral valvda, məsələn, çox yaxşı effektli olur bu. Xüsusi nefrostomlar qoyulur, ana bətnində qoyulur. Fetoskop deyilən yöntəm var. Paraskopiyada, endoskopiyada biz qıbatına girir, fetoskopla girilir, dölün özünə xüsusi yerləşmək olur. Məsələn, sidik kisəsi ilə qarın arasında amnioşant əlaqə saxlanılır. Bəli, bunun üçün xüsusi texnologiya lazımdır. Eyni məntiqdir zaten. Dölün üzərində bəlli bir işləmləri eləyən həkim tərəfindən ki, yəni biz eləyirik. Sadəcə həmin texnologiya olsa eləmək mümkündür, o bir çətin bir şey yoxdur. Amma zaten bu dediyimiz patologiyada çox rastlamırıq. Düz posterior böyrək problemi olar döl içində birinci sıradadır. Amma yəni çox, indiyə qədər mən 3 il yarım klinikamızdayam. Ardısa 3 ya 4 xəstədə görmüşük.
Onu da necə izləyirik biz? Onu işləmə edə bilmədiyimiz üçün sadəcə böyrəyin genişləməsinə baxırıq, ölçülərə baxırıq. Təbii ki, bir də ən azından 32-33 həftəyə qədər çatmağına çalışırıq. Çalışırıq və həmin xəstələrdə itkimiz olmadı, çox şükür. Və çox zamanda onlar zaten doğum sonrası sizin kimi həkimlər tərəfindən əməliyyat edilir və döl həyata qaytarılır. Yekun olaraq onu vurğulamaq istəyirik ki, bütün bu işləmlər, bütün bu inkişaf, yəni irəliləyiş hamısı uşağın həyatda sağ qalması üçün, sağlam dünyaya gəlməsi üçün edilir və ümid edirik ki, bu sahədə yeniliklər olacaq yenə Təbii inşallah sevindiriləcək. yeniliklər olacaq çünki eləyirik, yəni arxası gəlir, yeniliklər eləyirik. Minnətdarıq sizə. Çox sağ olun ki, Mən qatıldınız təşəkkür edirəm, çox sağ söhbətimizə. olun. Tamaşaçılara da təşəkkür edirəm. Sağ olun və xatırladım ki, qonağımız Mərkəzi Klinika Xəstəxanasının həkim ginekoloqu Ramin Salaxov. Yenə də Naxçıvan duzu haqqında söhbət açmaq istəyirəm. Əslində nə üçün Naxçıvan? Mən bunu xüsusi vurğulamaq istəyirəm ki, Naxçıvan Muxtar Respublikası zəngin yeraltı və yerüstü təbii sərvətə malik olan bir regiondur və onların içərisində Naxçıvan duzu xüsusi bir yer tutur. Ümumiyyətlə istifadə etdiyimiz duza diqqət yetirmək lazımdır. Onun təmizliyinə, onun təbii ki tərkibinə və bax bu məsələdə Naxçıvan duzu tövsiyə olunur. Bu duzun istehsal olunduğu müəssisə Naxçıvan şəhərindən 12 kilometr aralıda dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir və ekoloji cəhətdən təmiz. Unutmayaq ki, Naxçıvan duzu həm də yodlaşdırılmış duzdur. Orqanizm üçün, yəni yodun qəbulu üçün ən uyğun vasitədir. Çünki yod çatışmazlığı zamanı bir çox problemlər yaşana bilər. Yəni əqli zəiflik, bir daha xatırladım, fiziki inkişafdan geri qalmalar. Yodlaşdırılmış duzun insan rasionunda vacib olduğunu bir daha vurğulayaraq məhz Naxçıvan duzuna müraciət etməyi sizə tövsiyə edirəm. Gözəl və cazibədar görünmək istəyən hörmətli xanımlar və özəlliklə keyfiyyətli alış-verişdə maraqlı olan xanımlarımıza üst tuturam. Sizə təmiz İtalyan istehsalı olan Incanto məhsullarını mən tövsiyə etmək istəyirəm. Özəlliklə corab və kalqotkalara ehtiyac duyduqda biz keyfiyyət və davamlılıq kimi xüsusiyyətlərə önəm veririk və bütün bu məsələlərdə